Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə magistratura qəbul imtahanı düşmək ehtimalı olan belə bir maraqlı sualın izahına baxırıq. Sualımız 2 dəfə fərqli tipdə magistr imtahanına düşmüşdür. Bir dəfə açıq tipli test tapşırığı, bir dəfə isə qapalı tipli test tapşırığı. Hər ikisinin izahına bu gün baxacağıq. Baxaq birinciyə. Deyək qələbənin 3 xalla, hissənin 1 xalla qiymətləndirildiyi çempionatda B futbol klubu 30 oyundan sonra 25 qələbə ilə ikinci yerdədir. Birinci yerdə olan A klubu ondan az qələbə qazansa da 30 oyundan sonra xalına görə öndədir. B klubunun bir heçsə etdiyini nəzərə alsaq, A klubunun çempionatda ən çoxu neçə heçsə etdiyini tapın. Gəlin ilk öncə B klubunun ümumi neçə xal olduğunu tapaq. Baxın, B klubunun 25 dənə qələbəsi var. Hər qələbə 3 xaldırsa, bu eləyir 75 xal. Və burada isə bizə deyir ki, B klubunun bir hissəsi var. Üzərinə də onda 1 xal gələrik, çünki hissə 1 xallandır. Ümumi eləyir 76 xal. Bu ikinci yerdədir. A klubunun xalı B-dən çoxdur. Amma A klubunun qələbə sayı B-dən azdır. Onda B-dən azsa, B-nin 25 qələbəsi varsa, A-da 24, 23, 22 və bu ardıcılıqla az-azda gedəcək. Gəlin burada bunu tənlik üsulla da edə bilərsiniz. Tənlik üsuluna ehtiyac yoxdur. Sadə ehtimalları yazmaqla rahatlıqla tapa bilərsiniz. Deyək ki, A klubunun 24 qələbəsi var. Onda hər qələbəyə görə 3 xal verilirsə, bu gəlir 72 xal. Ümumi 30 oyun olduğuna görə 24 dənə qələbəsi varsa, yerdə 6 oyun qalır. Bu 6 oyunda bizdən ən çoxu necə heçsə etdiyini soruşursa, elə 6 oyunun altısında heçsə yaza bilərik. Yəni 72 plus 6 eləyər 78 xal. Buradan 24 ehtimalında, yəni 24 qələbə olanda 6 heçsəni tapdıq. Bəs yaxşı, 23-də bəlkə heçsələrin sayı daha çox oldu. Yəni, çünki burada 6-dan böyük 7 ədəd də var variantlarda. Deyək 23 dənə qələbəsi var. Hər qələbə üçün 3 xal versək, bu eləyər 69 xal. Bunu oyunların sayını 30-a tamamlamaq üçün bizə 7 dənə oyun lazımdır. 23 dənə qələbə varsa 7 dənə heçsə yaza bilərik. Bu eləyər 76 xal. Baxın, burada artıq qanuna uyğunsuzluq yaranır. B klubunun 76 xalı var, A-nın da 76 xalı var. Amma A klubu B-dən öndə olmalıdır. Birinci yerdə olmalıdır. Deməli 23 ehtimalı ödəmir. Elə birinci tapdığımız 6 ehtimalı doğru cavab olmuş oldu. İndi isə baxarıq bu sualımıza. Baxın, deyir qələbənin 3 xalla, bərabərliyin isə hər bir komanda üçün 1 xalla qiymətləndirildiyi futbolcu çempionatın qalibi keçirdiyi 34 oyundan sonra 74 xal toplayan A komandası oldu. A komandasının bərabərliklə nəticələnən oyunların sayının məğlubiyyətlə nəticələnən oyunların sayından 2 dəfə çox olduğunu bilərək. Yəni, bu nə deməkdir? Heçsə ilə keçirdiyi oyunların sayı məğlubiyyətlə bitirdiyi oyunların sayından 2 dəfə çox olmalıdır. Yəni, buradan H bərabərdir 2 məğlubiyyətə. 2 vuraq məğlubiyyətə. Baxın, bizdən soruşur ki, A komandası neçə qələbə qazandığını tapın. Bu sualın 2 həll vədəsi var. Birinci tənlik üsulundan, ikincisi isə cədvəl qurmaqla ehtimalları. Ən rahatı, ən başa düşüləni cədvəl qrup ehtimal üsulunu həll etmək. Çünki tənlikdə bəzi halda tələbələr çətinlik çəkinir. Yaxşı, cədvəl necə qururuq? Baxın, bir dənə cədvəl qururam. Cədvəlimizin yuxarı hissəsinə qələbə qazandığı oyunların sayını, heçsələdiyi oyunların sayını, bir də məğlubiyyətlərin sayını qeyd edirik. Burada xırda bir nüans var. Baxın, əgər A komandası 74 xal toplayıbsa, deməli A komandasının qələbə qazandığı oyunların sayı 25-dən azdır. Niyə? Çünki 25 qələbəsi olsa, 3 xal hər biri alsa, bu eləyir 75 xal. Deməli, onda bizdə 74 xal olduğuna görə 25-dən aşağı olacaq qələbələrin sayı. Misal üçün 24 qələbəsi var. O zaman 24-ü 3-ə varıq, eləyir 72 xal. Biz bunu 74-ə tamamlamaq üçün bizə 2 dənə heçsə lazımdır. Bəs onda ümumi oyunlarımın sayı
34 axı. Onda məğlubiyyətin neçə oyun qalır? 24-dən 2 26 eləyir. Məğlubiyyət də olur 8 oyun. Burada baxın, h 2-yə bərabər olmadı. Sonra diqqətlə baxaraq 23 dənə qələbəmiz var deyək. 23-ü 3-ə vuraraq 69 xal eləyir. Biz bunu 74-ü tamamlamaq üçün bizə 5 dənə heçsə lazımdır. 5 dənə heçsəni yazdımsa, onda 28 oyun elədir. 34-ü tamamlamaq üçün onda bizdə məğlubiyyətə düşür 6 dənə oyun. Yenə burada da h bərabərdir 2-yə şərti ödəmədi. Deyək ki, 22 qələbəsi var. Onda 3 vuraq 22, 66 xal eləyir. Mən bunu 74-ə tamamlamaq üçün üzərinə 8 dənə heçsə gəlməliyəm. Yəni 8 xal gəlməliyəm. Bu 8 xalda nə edirik? Heçsələrini alırıq. Deməli 8 dənə heçsəsi var. Biz onu 34-ə tamamlamaq üçün nə edəcəyik burada? 22 ilə 8, 30 eləyir. 4 dənə də məğlubiyyəti var. Baxın burada. H bərabərdir. Yəni 8 bərabər oldu. 2 vuraq M-ə. Yəni 2 vuraq 4-ə. Bu şərtimizi ödəmiş oldu. Deməli onda A komandasının qələbə qazanan oyunların sayı neçə oldu? 22 olmuş oldu. Sualımızın izahı bu qədər. Sağ olun. Növbəti videolarda görüşənədək.